Aşıq Zülfiyə İbadovanın ikinci nəvəsi dünyaya gəlib. Bu haqda aparıcı Zaur Nəbioğlu rəngarəng verilişində deyib. Zülfiyə İbadovanın oğlu Babəkin ikinci oğlu doğulub. Qeyd edək ki, Babəkin bir oğul övladı da var. Rəqqasə Aygün Babayevanın başına bədbəxt hadisə gəlib. Atçılıq mərkəzlərindən birində at çapan rəqqasə təcrübəsizliyinin qurbanı olub. O, at belində olarkən anidən at çevrilib və onun üstünə yıxılıb. Səhhəti ilə bağlı açıqlama verən Aygün yaxşı olduğunu bildirib. Axır ki, atın belindən yıxıldım, at da üstümə yıxıldı. Çox şükür sağ-salamatam, hələ dedilər ki, elə etmə. İki əlimlə də atdı, bir əlim bunda. Bir müddət əvvəl həbs edilən Vüsal 300 kimi tanınan iş adamı Vüsal Şirvanoğlu Abbasov ev dustaqlığına buraxılıb. Bu barədə Xətai rayon məhkəməsi qərar verib. Qeyd edək ki, Vüsal Abbasov bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham edilir. Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakları girov saxlamaqla qanuna müvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir. Sosial şəbəkələrdə yayılan görüntülərdə Vüsal 300-ə məxsus ofislər, avtomobil qarajı üzərinə məhkəmə tərəfindən həbs qoyulduğu və Xətai rayon prokurorluğu tərəfindən möhürləndiyi görünür. Onu da qeyd edək ki, Vüsal 300 Bakıda ən bahalı maşınları icarə verən kimi tanınır. Bir çox tanınmış müğənnilərin avtomobilləri məhz ona məxsusdur.